40 dərəcə istidə insanlar belə əziyyət çəkir. Bəs toyuqlar neynəsin? Salam dostlar. Bugün sizə isti havada toyuqlara necə düzgün baxmalı olduğunuzu danışacağam. Amma təkcə su verin, kölgə edin deməyəcəm. Əslində çox adamın bilmədiyi toyuqların yayda həyatını xilas edən üsullardan danışacağıq. Axıra qədər baxın, videonu bəyənin, kanalımıza hələ də abunə deyilsinizsə abunə olun. Elə isə videoya başlayaq. İsti havada insanlarda müxtəlif proseslər baş verir, səhhətimizdə belə deyim, daha dəqiq desək. Toyuqlarda isə nələr baş verir? Yumurtlama dayanır tədricən, tük tökülməsi başlayır, tənəffüs sürətlənir. Yəni, nəfəs almaq getdikcə onlar üçün çətin olmağa başlayır. Ağzı açıq nəfəs almaqla müşahidə olunur bu adətən. Yəqin ki, toyuqlarınızda isti havalarda bunları müşahidə etmiş olarsınız. Bu həm də susuzluğun bir göstəricisidir. Onlar artıq ilıq suyu, qoyduğunuz suyu içmək istəmirlər və yavaş-yavaş susuz qalmağa başlayırlar. Bu da onlarda müxtəlif problemlərə gətirib çıxarır. Hətta bu tələfatla da nəticələnə bilər. Maraqlı bir faktı da paylaşacağım dostlar sizlərlə. Bu informasiya həqiqətən də çox maraqlı gəldi mənə. Toyuqlar dərilərindən tərləməzlər. Yəni dəriləri tərləmir onların, tər hissi olmur onlarda. Onlar yalnız ağız yolu ilə bədənlərini soyudur. Bu səbəbdən də açıq ağızla nəfəs alma onları daha zəif sala bilir. Yəni təngi nəfəs olurlar, tövşüməyə başlayırlar, belə deyək. Hazırda yay mövsümüdür dostlar və biz hinimizdə belə kölgəli yaratmışıq. Yəqin ki, videolarımı mütəmadi izləyənlər bilir. Burada ağac var, tut ağacımız var və sərin sular var. Su qızındıqca da, istiləşdikcə də suyu tez-tez dəyişirəm. Toyuqlar həqiqətən də isti havalarda və soyuq havalarda çox çətinlik çəkirlər. Onlar üçün müəyyən bir temperaturlar var ki, bu temperaturlar onlar üçün həqiqətən də əvəz edilməzdir. Əsasən payız aylarında toyuqlar daha rahat olurlar. Bu mənim şəxsi fikrimdir. Yəqin ki, sizlər də mənimlə razı olarsınız. Hətta insanlar da, yəni payız ayları, sentyabr, oktyabr ayları həqiqətən də çox sərin aylardır. Ona görə də toyuqlar çox rahat olurlar və məhsuldarlıqları bir o qədər də artır. Bunu yaz aylarına da şamil etmək olar. Hansı ki, mart ayından başlayaraq aprel və may ayının sonlarına kimi artıq iyun ayından artıq temperatur yavaş-yavaş artmağa başlayır. İyul, avqust aylarında dözülməz. Baxır belə deyim coğrafi relyefə, coğrafi harda yaşayırsınızsa ora baxır adətən. Yəni mühitdən çox şey asılıdır. Dağ rayonlarında yaşayırsınızsa biraz həqiqətində sərinlik ola bilər yaşıllığa, dağlara görə. Amma bizi kimi mərkəzi aran zonasında yaşayırsınızsa, dağlardan uzaq yaşayırsınızsa biraz müxtəlif çətinliklər ola bilir. Amma biz bunun öhdəsindən belə süni kölgəliklər yaratmaqla gəlirik. Burada dediyim kimi ağacımız var, hazırda külək əsir. Bura çox sərindir həqiqətən də. İsti yerlərdə ümumiyyətlə bit-birədir. Bunların da inkişafı daha da sürətlənir. Onun da qarşısını belə kölgəliklərlə almağa çalışıram. Yayda toyuqlara sərin ortamı necə suna bilərik, təqdim edə bilərik? Su qablarını kölgəyə qoymaqla onların sularının tez qızmasının qarşısını ala bilərsiniz və tez-tez su qablarındakı suyu dəyişməklə, onlara sərin su verərək toyuqların sərin su içməyinə şərait yarada bilərsiniz. Əlavə olaraq yerlərinə saman və yaxud da apilka deyirik, öz dilimizdə yonqar olaraq bilinir bu. Onun əvəzinə dəniz qumu səpə bilərsiniz. Həqiqətən də onların yerlərini sərin tutacaq. Mənim videolarıma, keçmiş videolarıma baxsanız orada da görəcəksiniz. Hətta hazırda bu əraziyə qum səpmişəm, sonra toyuqlarımın hinlərinə qum səpmişəm. Tədricən belə sulardan istifadə edirəm ki, biraz sərin olsunlar, yumurta məhsuldarlığı, belə ümumi ətli inkişafları zəifləməsin, hər şey qaydasında olsun. Yəni, belə havalarda yerlərinə bir sözlə dəniz qumu səpməklə onlara müəyyən qədər sərinlik yarada bilərsiniz. Bu həqiqətən də yaxşı üsuldur. İsti havada toyuqlar yalnız su deyil, natrium, kalium və maqnezium da itirirlər. Bunu önləmək üçün bir neçə qarışımlar var ki, onlardan istifadə etmək olar. 1 litr suya 1 çay qaşığı duz, 1 çay qaşığı şəkər və 1 çay qaşığı soda, yəni karbonat əlavə etməklə bunun qarşısını ala bilərsiniz. Bunu həftədə 2 dəfə edə bilərsiniz bu qarışımdan. Vitamin dəstəyi isə dostlar C vitamini, yəni bizə nə lazımdır C vitaminini təbii olaraq ala biləcəyimiz bir meyvə var ki, bu da limondur. Keçən videolarımın birində limonlu su hazırlamışdım.
Bu onların həm immun sistemini yaxşılaşdırır, həm də vitamini olan ehtiyaclarını ödəyir. İsti havalarda hinin dizaynından da çox şeylər asılıdır dostlar. Hinlərdə mütləq havalanma olmalıdır, pəncərələr olmalıdır. Yaxşı havalanmalıdır hinlərimiz və tez-tez təmizlənməlidir, rütubətə izin vermək olmaz. Əgər altlarına, folluqlarda saman səpirsinizsə, təbii ki, ya saman və yaxud da yonqar olaraq, apilka olaraq bu ola bilər. Onları tez-tez dəyişmək lazımdır. Çünki bəzən rütubətli olurlar və toyuqlar o folluqlarda çox qalmaq istəmirlər. Bu da yumurta məhsullarına mənfi təsir göstərən amillərdəndir. Rütubət əgər çox olarsa, toyuqlarda müxtəlif xəstəliklər əmələ gələ bilər. Bunu da yəqin ki, heç birimiz istəmərik. Əlavə olaraq evdə özümüzün istifadə etdiyimiz tərəvəzlər var ki, əsasən yay dönəmlərində, əsasən bu yay dönəminə təbii ki, aiddir. Qarpız kimi bizim bir tərəvəzimiz var ki, bu həqiqətən də sərinlik hissi verir. Öz istifadəmizdən sonra yerdə qalanını toyuqlara da verə bilərik. Bu onlarda həm sərinlik hissi əmələ gətirəcək, həm də onları müəyyən qədər tox tutacaq. Suya olan ehtiyaclarını da bu yolla ödəmiş olacaqlar. Yayda ümumiyyətlə biz insanlarda olduğu kimi toyuqlarda da iştah zəifliyi əmələ gəlir. Ona görə də bir səhər, bir axşam çalışın eyni vaxtlarda toyuqlarınıza qidalarını verin, qidalandırın. Gün ərzində isə yaşıllıqlarla təmin etsəniz, ortada heç bir problem olmayacaqdır. Və əlavə olaraq kalsium ehtiyaclarını ödəmək üçün ayran, qatıq kimi məhsullardan da toyuqlarınıza verə bilərsiniz. Biz demək olar ki, hər gün bu məhsullardan istifadə edirik. Bu qidalardan toyuqlarımıza veririk. Ayran olsun, qatığın suyu olsun və yaxud da bəzən qatıq da ola bilir ki, toyuqlarımıza veririk, içiririk və onları bu yolla kalsium ehtiyaclarını ödəmiş oluruq. İsti havalarda müxtəlif xəstəliklər olur ki, bunlar daha çox baş qaldırırlar. Bunlara iflis kimi, yəni istilikdən, gün vurmadan toyuqlarda müxtəlif proseslər baş verir. Bağırsaq infeksiyaları ola bilir, dəridə parazitlər, yəni bit, birə, gənə kimi hallar müşahidə oluna bilir. Bu həm hində, həm də toyuqlarınızda ola bilər. Qarşısını necə ala bilərik? Təqribən bir həftədən bir, yəni 7 gündən bir odun yandırmaqla, ocaq yandırmaqla hininizdə kül vannası və tüstü vannası hininizi tüstüyə verməklə toyuqlarınızı bitlərdən, birələrdən arındıra, təmizləyə bilərsiniz. Bu həqiqətən də yaxşı üsuldur. Neçə vaxtdır mən də bu üsuldan istifadə edirəm. Hətta videolarımda da bunu sizlərlə paylaşmışam ki, bu üsuldan istifadə edə bilərsiniz. Həm təbiidir, həm də kimyəvi təhlükəsi yoxdur ki, toyuqda zəhərlənmə olsun, digər problemlər olsun, ya özünüzə müxtəlif problemlər yaratmamaq üçün belə üsullardan rahatlıqla istifadə etmək olar. Amma əlbəttə ki, ocaqla hər videomda deyirəm, o üsuldan istifadə edərkən, xorcunuz da təsdiqlədi bu arada. Yəni, istifadə edərkən çalışın, ocağı nəzarətdə saxlayın, odu nəzarətdə saxlayın ki, yəni müxtəlif problemlər baş verə bilər. Küləkli havalarda çalışın, ocaq yandırmayın hininizdə. İndi təsərrüfatdır. Digər damda ot presi ola bilər, yonca presi ola bilər ki, onlara keçər, sonra müxtəlif problemlər ola bilər. Hər iki xorcumuz öz təsdiqini bu yolla bizə göstərdi. Artıq videomuza davam edə bilərik dostlar. Bir nüansı dostlar diqqətinizə çatdırım ki, yəni bunu çoxları bəlkə də bilmir. Toyuqlar istidən əgər əziyyət çəkirsə, yəni istidən əziyyət çəkir və ölümləri yaxınlaşırsa, bunu bəzən biz müşahidə edə bilmirik, yəni görə bilmirik bir sözlə. Və ona görə də profilaktik tədbirlər görmək həqiqətən də çox əhəmiyyətlidir. Bu dediyi üsullardan limonlu sudur, sərin sudur, kölgəliklərdir. Əlavə olaraq onların kalsium, natrium, maqneziumu olan ehtiyaclarını dediyim 1 litr suya 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı duz və sodadan 1 çay qaşığı istifadə etməklə bunun qarşısını əlbəttə ki, ala bilərsiniz və dediyim kimi tez-tez həftədə bir dəfə, 7 gündən bir ocaq qalayıb, od qalayıb, tüstü vannası toyuqlarınıza qəbul etdirə bilərsiniz. Hinləri, bitlərdən, birələrdən təmizləyə bilərsiniz bu yolla. İsti havalarda adətən toyuqlar həqiqətən də stresə düşürlər, istidən stres halına düşürlər və qidadan, su içməkdən kəsilirlər və tədricə ölümlə nəticələnir bu hallar.
Əziz dostlar, əziz izləyicilər, gördüyünüz kimi isti havada toyuqlara baxmaq elə belə məsələ deyil həqiqətən də. Sadə görünür, amma detallı fikir verəndə həm onların sağlamlığı, həm də sizin məhsuldarlığınız artır. Yəni toyuqlardan həm yaxşı yumurta götürə bilirsiniz, həm də ətli olaraq toyuqlar sizə yaxşı ət verə bilirlər. Bu dediklərimi çalışın təsərrüfatınızda istifadə edin. Məncə xeyir görmüş olarsınız. Və yaxud da sizlərin bildiyiniz bir reseptlər və yaxud da üsullar varsa, rəy bölməsində qeyd etsəniz əla olar. Çox xoş olardı bu mənə. Bir-birimizlə biliklərimizi paylaşaq, daha da bir-birimizi inkişaf etdirək. Videonu bura qədər izlədiyiniz üçün sizlərin hər birinə dərin təşəkkürümü bildirirəm. Kanalıma hələ də abunə deyilsənsə abunə ol. Özü də tez, zaman itirmədən 1 saniyə cəmi vaxtını alacaq və videonu bəyənməyi unutma. İnşallah yeni videolarda görüşərik. Sağ olun, salamat qalın. Allah amanında olun. Hələlik.